Dövlət maraqlarının tələb etdiyi hər bir yerdə prokurorluq əməkdaşları daim ön cəbhədə olacaqlar. Baş Prokurorluğun təşkilatçılığı ilə Xaçmazda konstitusiya və dövlət suverenliyi, hüquqi aspektlər və çağırışlar mövzusunda regional konfrans keçirildi. Tədbirdə dövlət qurumlarının, qeyri-hökumət təşkilatlarının, media orqanlarının nümayəndələri, hüquq mühafizə orqanlarının əməkdaşları iştirak ediblər. Baş Prokurorluğun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin rəisi Orxan İsayev açılış nitqi ilə çıxışında konstitusiya prinsiplərinin müdafiəsində prokurorluğun funksional rolunu açıqlayıb. O bildirib ki, hüquqi dövlətin möhkəmləndirilməsi üçün qanunun aliliyinin təmin olunması və dövlət ittihamçılarının obyektiv mövqedə dayanması əsas prioritetlərdəndir. Qeyd olunub ki, gənclərin hüquqi şuurunun artırılması və konstitusiya dəyərlərinin aşılanması vacib məsələlərdəndir. Tədbir çərçivəsində dövlət qurumları ilə qeyri-hökumət təşkilatları və media nümayəndələri arasında hüquqi əməkdaşlıq, ictimai nəzarət mexanizmlərinin təkmilləşdirilməsi və gənclər arasında hüquqi şuurun artırılması istiqamətində geniş fikir mübadiləsi aparılıb, konkret təkliflər səsləndirilib. Xüsusi vurğulanmışdır ki, dövlət maraqlarının tələb etdiyi hər bir yerdə prokurorluq əməkdaşları daim ön cəbhədə olacaqlar və ümumiyyətlə dövlət qurumları, o cümlədən prokurorluq müasir dünyada, dəyişən dünyada, yeni reallıqlar şəraitində qlobal təhdidlərə cavab vermək iqtidarında olan institusional bir gücə çevrilməlidir. Konfransda da bu mövzuda maraqlı çıxışlar və təqdimatlar dinlənilmişdir. Nüşabə Baxşıyeva, Çingiz Qədimov, xüsusi olaraq DNAS TV üçün.